Abşeronda fəhlə bədbəxt hadisə nəticəsində həyatını itirib. Hadisə Saray qəsəbəsində yerləşən qəbirstanlıqda durduğumuz bu ərazidə qeydə alınıb. Belə ki, 47 yaşlı Ramin Mehdiyevin ərazidə işləyərkən ehtiyatsızlıq nəticəsində elektrik naqilinə toxunduğu və oradaca öldüyü bildirilir. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. Məlum olduğuna görə Saray qəbirstanlığında qəbir üzərində talvar işi görən ustanı elektrik cəryanı vuraraq öldürmüşdür. Hadisənin tam təfərrüatını bilmirik, yəni məlumatımız bu qədərdir. Görüləcək iş haqqında bizə heç bir məlumat verməyiblər ki, biz bu işi görmək istəyirik.